Fuzeyl, eşitmisiniz, quldur adamdır. Karvanların yolun kəsir, oğurluq eləyir, qarət eləyir. Onun əlindən yoldan salamat karvan keçən bir dəstəsi var, quldur dəstəsi. Hücum eləyir, baxmır karvan hara gedir, qarət eləyir. Çıxıb hasarın üstünə gedir oğurluq eləməyə. Nə oğurlayır da deməyəcəm. Tullandı hasarın üstünə ki, girsin evə oğurluq eləməyə. Hasarın üstündədir ki, tullansın oğurluq eləməyə, ayə oxuyur bir adam, Quran. Evdə Quran oxuyur. Oğurluq eləyəcəyi evdəmi, ya qonşu evdə bilmirəm. Ələm yə'ni lillədinə əmənu ən təxşə qulubuhum li zikrillah. Vaxtı çatmadımı ki, möminlərin qəlbi Allahı yad eləməklə titrəsin? Hasarın üstündədir bu, oğurluğa gedən adam. Deyib, bu kim idi mənə Allahı yadıma saldı? Bu ayə vaxtı çatmadımı iman gətirənlərin qəlbi Allahı yad eləməklə titrəsin? Dedi, ilahi vaxtı çatdı. Hasarın üstündə deyib, ilahi vaxtı çatdı. Vaxtı çatdı, başa düşdüm mən. Düşdü, qayıtdı. Qayıtdı, deyir, gəlir, karvan gəlir, görür bu gəlir, deyir, Fuzeyl bizi qarət eləyəcək, deyir, ilahi nə pis adamammış mən. Mən niyə görməmişəm ki, mən bu qədər pis adamam? Necə yəni, adamlar məni görür, narahat olur ki, mən onları qarət eləyəcəm. Nə pis adamammış mən, niyə mən bu günə qaldım? Əllərini qaldırır, tövbə eləyir, Allah da qəbul eləyir. Necə qəbul eləyir? Deyirlər ki, dünyada ən o zamanda tanınmış ariflərdən biri olur. Tanınmış oğrulardan biri, tanınmış quldurlardan biri bir ayənin təsirindən çevrilir olur tanınmış ariflərdən biri. Oxuya bilərsiniz barəsində tarix. Fuzeyl, arif övliyaya çevrilir. Ramazan ayı belə bir zərbədir ki, oyanın. Mən özümüzə sual verirəm ki, bu Ramazan ayında vaxtı çatmadı mı? Nə vaxta qədər biz belə yaşayacağıq? Bəs deyilmi? Ümid edirəm ki, bu zərbə Fuzeylin həyatında olduğu kimi bizə təsir göstərsin. Allahın qapısına gedək, əlboş adamlar kimi, günahkar adamlar kimi. Xoş o kəslərin alına ki, günahkar kimi gəliblər Allahın qapısına.